qarşı, həm dövlətinə qarşı, həm də bütövlükdə gözəl insanlara qarşı. Görürsünüz? Ona görə təkcə mənəviyyatla mümkün deyil. Bir qanadlı quş harda görmürsünüz? Uça bilsin. Bir qanadlı quş uça bilmir. Quş uçmaq üçün seçdiyi məqsədə doğru və o məqsədə nail olmaq üçün gərək iki qanadı harmonik şəkildə balanslaşdırılmış olsun, tarazlaşdırılmış ki, o quş uça bilsin. Yoxsa qalxacaq, düşəcək, çapalayacaq, uça bilməyəcək. Bu bir həqiqət. Yaxşı, deməli bu mənəvi mədəniyyət, hələ mədəniyyət deyil. O mənəvi mədəniyyətdir yalnız. Bəs o biri qanad nədir? İntellektual mədəniyyət. Bəs bunun mənbəyi nədir? Orada tərbiyədir, onu bildik. Bunun mənbəyi mədəniyyətin strateji flagmanları olan elm, təhsil və marif. Baxın, görün, Quran-ı Kərimin 6-cı surəsi, 50-ci ayəsi, Əl-Ən'əm. Orada belə bir rəng var. Deyir, körlə görən bir olur mu? Veya düşünürsünüz mü? Bundan da rəh tutarır. Aydın məsələdir ki, orada gözün yox, ağlın görmə qabiliyyətindən söhbət gedir. Çünki gözün görmə qabiliyyətini Allah-Teala heyvana da verir. Görürsünüz? Deməli, yaxşı, onda kiminsə elmi böyüdür, yaxşı təhsili var, ağıllıdır, yaxşı istehsalatı var, işi var, nə bilim, idarəçiliyi, hər şey, bütün sahələrdə. Ona demək olar ki, o mədənidir. Hələ yox. Əgər onun insanlığı yoxdursa, vicdanı yoxdursa, alicənablığı yoxdursa, vətənpərvərliyi yoxdursa, biz ona necə mədəni deyək? Amma o sivilizasiyalıdır. Yəni o çox ağıllıdır, qüdrətlidir, amma o dağıdıcı qüvvə ola bilər. Əgər insanlı keyfiyyətləri yoxdur. Ona görə əslində mədəniyyət bu iki qanadın boşağıdır. Uşaqlarınızı da elə tərbiyə edin. Özünüz də bunları mənimseyin, yaxşı ki, bir qanadlı quş uça bilməz. Sizə yaxşı bir misal çəkin. Şah İsmail Xətai hamımızın fəxrimizdir. Hamımız onu çox sevirik, düzdürmü? Həqiqətən bu böyük şəxsiyyət oldu. 14 ilə 14 torpağı birləşdirib bir imperiya yaradıp da gözəl irs qoyub gedib. Amma eyni zamanda onun dövründə Azərbaycan bir qanadlı quş oldu. Bilirsiniz niyə? Cəmiyyəti bölürlər iki yerə. Qılınc əhli, bir də qələm əhli. Qələm əhli kimdir? Şairlər. Adala, bəs alimlər hanı? Bəs müəllimlər hanı? Bəs marifçilər hanı? Tək elə incə sənətlə, rəsmlə, mahnı ilə, şeirlə xalq qüdrətli ola bilər. O mənəvi mədəniyyətə daxildir. Bəs bunun əqli mədəniyyəti? Deməli, bu da onunla bağlıdır ki, Nizamidən sonra o ənənələrimiz də ola bilər ki, demək olar ki, cəmiyyətdə olmuyor. İntellektual mədəniyyətin inkişafı ənənələri. Baxmayaraq ki, şəxsmə Nəsrəddin Tusi kimi böyük bir şəxsiyyətimiz olub 13-cü əsrdə. Olub, hətta onun yanına ona elm aləminin şahı deyirlər, amma o bir nəfər olub. Bilirsiniz? Cəmiyyətdə bu ənənələri yayan olmuyor. Elə mənəvi mədəniyyətdən danışırlar, əqli mədəniyyətdən yox. Bu düzgün olmuyor. Ona görə ənənələrimizə girməyib. Amma baxın, İskəndər Zülqərli, Şah İsmail Xətai 14 yaşında taxta gəlibdir. Allah cavan uşaqdır. Təbii ki, hələ o yetişməmişdir. 37 yaşında da Allah rəhmət eləsin, dünyasını dəyişib, tam püxtələşməmişdir. Yanında da İskəndər Zülqərlinin yanında olduğu kimi Aristotel kimi böyük alim olmayıb ki, ona düzgün yol göstərsin. Təəssüf ki. Amma həmin dövrdə 16-cı əsrdə Avropada, Florensiya şəhərində onun Gerçoğu Kazimo Medici'nin sarayında birinci sırada oturub alimlər. Galileo onun sarayından çıxıb, başqa alimlərlə birləşib Avropada
elmi inqilab edib Avropa yüksək templarla irəli getdi. Müsəlman dünyası isə təəssüf ki, qaldı geriyə. Və dərd orasındadır ki, bizim mollalarımızın çoxsu bunu aşılamır ki, başa salmır ki, İslamın özündə, Quran-ı Kərimdə, Peyğəmbərin kəlamları da onu tələb edir. Peyğəmbər deyir, bir saat elm ilə məşğul olmaq, 60 il ibadətdən əfsəldir. Qiyamət günündə alimlərin mürəkkəbi ilə şehidlərin qanı tərəziyə bir qoylar. Alimlərin mürəkkəbi ağır gələr. Hər bir sədəqədən üstün fikir verin, elm ilə məşğul olub, elmi bilikləri yaymaqdır. Amma həyatda bunu həyata keçirən olmuyor, lazımı dərəcədə. Məsələn, yaqın ki, eşitmişsiniz ki, İbn Rüşd kimi İspaniyada, Kordoba xilafatında, həmin Nizamın dövründə böyük bir alim olub, filosof olub. Özdə dini məsələlərlə məşğul olan çox nüfuzlu adam. O gözəl bir kitab yazıb, iki həqiqət haqqında. Yazıb orada ki, əgər elmi biliklə, elmi həqiqətlə dini ehkam üst-üstə düşürsə, əli-ünəla, bu mütləq həqiqət olan Allaha aparan bir yoldur. Əgər üst-üstə düşmürsə, hansı yolla getməliyik biz? Çox kişi adam olub, mərd, ağıllı və həqiqəti deyib, elmi biliklər yoluyla. Niyə? Çünki deyir, ola bilər ki, din xadimi yaxşı savadı olmadığı bir zamanda düzgün şərh eləməsin Quran-ı Kərimi və cəmaati səhv yolla aparsın. Azərbaycan vətəndaşının istehsalına kömək etmək. Siz kömək edin uşaqları tərbiyə eləməkdə, biz də kömək eləməliyik sizin hazırlanmağınızda. Yəni ki, hər tərəfli inkişafımız. Kulturologiyanın üstünlüyü elə ondadır ki, istənilən problemi o elə gözəl təhlil edir ki, hər tərəfdən onu görməklə məsələni həll edir. Çünki ola bilər ki, misal üçün bu kitabın siz bu tərəfini görürsünüz, mən bu tərəfini. Aygün xanım bu tərəfini, siz bu tərəfini. Məsələ deyirəm, burasını, altını aşılayın, özünüzə var, kitablardan istifadə edin. Onda siz meşənin içini görəndə səhvə yolu edəcəksiniz. Hətta qabağınızda bir təpə varsa, təpənin arxasını da ağlınızla görəcəksiniz. Gözlə də görməsəniz, ağlınızla. Yolunuzu düzgün seçəcəksiniz. Belə. Çok teşekkür ederim. Hansı kulturoloji yanlışlardan fəaliyyətlərdir? Fuad Məmmədov kulturoloji danışmalarından. Çünki mən artıq 35 ildir kulturologiya ilə məşğulam və Azərbaycan kulturologiyasını yaratmış adamım, onun banisiyəm. Və mənim nailiyyətlərim bu sahədə bütün dünyada tanınır. 6 beynəlxalq akademiya tərəfindən qiymətləndirilir. Və hətta bana özümü tərif edəcəm deyəcək, buna baxaya səbəbləri yox. Sentyabrın 30-unda kulturologiya və din fövqəyə görə məni UNESCO-nun Sülh Mədəniyyəti İnstitutunun fəxri prezidenti adına layiq görüldü. Kulturologiya yolunda 12 tədqiqat üslubu var. Kulturologiya uşaqlar biləsiniz, bütün sosial və humanitar elmlərin integratorudur. Burada bax, tarix, psixologiya, fəlsəfə, sosiologiya, politologiya, hüquq, iqtisadiyyat, sənətşünaslıq, dinşünaslıq, pedagogika hamısının nailiyyətlərindən istifadə edərək eyni zamanda öz metodologiyasını yaradır ki, bunların hamısından üstündür. Həm kitablarında baxarsın, 12 tədqiqat üsulu heç bir humanitar sosial elmdə yoxdur. O sənə imkan verəcək ki, mən bayaq dediyim kimi, hər tərəfli sən görəsən problemi, onda düzgün qərar qəbul edə bilərsən. Amma da öz üzərində işləməlisin. İstəyirsən, çok güzel testi, hem maraqlıdır, hem
yani gülməlidir, amma insanı düşündürən daha. Əsas bunun siz xeyrini görməlisiniz. Sizin neçə yaşınızdır? 19. Allah sağ olsun. Bizim birinci kurs tələbələri. Hesab edeyim ki, mənim 22-23 yaşım var. Çünki mövzu belədir də, maraqlıdır. Mən indi həyatda üç şey var ki, uşaqlar, heç bir pula alınmaz. Bax, bütün hamımıza sual sizi daxil etməklə. Deyin görün, nədə olar? Hələ əlin qaldırsın desin. Deyin. Sağlamlıq, gözəl. Xoşbəxtlik. Xoşbəxtlik, çox gözəl. Mədəniyyət, sənə bir dənə 4. Niyə 5 yox, indi görəcəksin. Baxsan, elm, əlam, sonra daha. Sevgi, vicdan. Savad, çox gözəl. İnsani dəyərlər. Mərhəmət, çox gözəl. Ədalət, vicdan. Vicdan. Gör sevgi, o sənə də bir dənə 4. İndi görəcəksin nəyə görə. Deməli, bax, sizin dediklərim uşaqlar, elə bir gül dəstəsidir. Amma mənim məqsədim odur ki, sizi düzgün, dəqiq təhlilə öyrətmək. Deyil. Vaxt. Ən bahalı zaman bərpa olunmaz. Deməli, mənim əsas məqsədim odur ki, 3 şey vasitəsilə sizi düzgün təfəkkürə, sistemli kulturoloji təfəkkürə mən dəvət edim ki, həyatınızda o cürə yanaşasınız. İndi təsəvvürünüzə götürürüz ki, sizin qarşınızda bir hədəf var. Əlinizdə bir yay var, ox var, siz gərək ona düşəsiniz. 9 hesab olunmur, 8, 7, ancaq mənə 10 lazımdır, sizə də 10 lazımdır. Çünki balaca bir səhvə yol verdim qərarımda, nəticəsini soracaq. Düzdürmü? Bu qızlar hədəf deyir, çaşıb eləməyəsiniz. Hədəf oradadır. Ora oxlarınızı göndərin. 3 şey var ki, heç bir pula alınmaz. Həqiqi məhəbbət. Kim dedi məhəbbət? Siz. Və sevgi məhəbbət. Həqiqi dostluq və yüksək ruhi mədəniyyət. Mədəniyyət sən dedin. Ruhi mədəniyyət deyəndə əqli və mənəvi artıq bilirsiniz də, 2 qanatlı quşdur. Uşaqlarımızı da gələcəkdə öyrədərsiniz buna. Yaxşı mı? Yüksək ruhi mədəniyyət uşaqlar, mənim hətta xoşbaxtlıq düsturumda var. Bu kitabda görərsiniz. 27 onun bəndi var. O yüksək ruhi mədəniyyət bütün o xoşbaxtlığa dönəcək. Hər şey. İndi mən bunları izah edim. Baxın, məhəbbətin 3 səviyyəsi var. Birinci səviyyə, o instinktiv məhəbbətin, o heyvan aləmində də var. O fiziologiya ilə bağlıdır falan. İkinci, maraq üstündə qurulmuş məhəbbət. Kiminsə hansısa marağı var, diyor məhəbbəti var. Üçüncü, həqiqi məhəbbət. O həqiqi məhəbbət ürəkdən gəlir. Və mən hesab edirəm ki, o Allah vergisidir. Hər adama o verildir. Onu qazanmaq lazım. Onu qazanmaq lazım. Mütləq. Nədir sənin adın? Validə. Tutalım ki, sənin 19 yaşın, mənim də 21 yaşım. Mən sənə aşıq olmuşam. Aşıq ola bilərəm, deyil mi? Mənim sənə məhəbbətim səmimidir. Ürəkdən gəlir. Həqiqi məhəbbətdir. Mənə başqa məhəbbət maraqlandır. Özüm mən milyonerəm. Gətirmişəm. Biriniz sumkanız adı verin. Qorxdur. Burada 3000 dollar gətirmişəm. 1 milyonun sənə, 1 milyonun sənə, 1 milyonun sənə. Sənə deyirəm ki, bax, mən səni həqiqi ürəkdən sevirəm. İstəyirəm ki, sən də məni həqiqi ürəkdən sevirsən. Mənə başqa məhəbbət lazımdır. Üstündə də 1 milyon dollar sənə verirəm. Mən başa düşürəm ki, pulla almaq olmaz da. Onu bilsən nə üçün verirəm? Mən milyarderəm, milyoner verirəm. Mənim pulum çox. Sən deməyəsin ki, bu Fuad xəsisdir, onda heç mənə vurula bilməzsən ki. Nə deyərsən mənə? Mən sənə birdən yalan danışdım. Tərifləyəcəm özünü, əslində elə deyirəm. Bəlkə mən riyakarım.
Ben başa düştüm sen. 10 milyon. Hemen de alın götürün. İnfarktımızı aldı. Ben sana gadasıyım. 1 milyar versen, 1 milyar. Sen diyeceksin, əzizim Fuad, sen bu vakta kadar hardaydın. Ben ömür boyu seni sevmişim ki. Ve sen elə bil ki, qismən sen səmimi olacaksın. Çünkü benim o səxavətimə sen vurgun olacaksın. Ama o 1 milyarda uşaqlar qulasın. Daha 1 milyar versən, sen öz ürəyinə əmr edə bilməzsən ki, o beni sevsin. Sen görürsən sualı yaxşı verdin, ama ben ona getirip çıkarım.